Hər vaxtınız xeyir. Deməli, 2021-ci il Hyundai Sonata almaq istəyirsiniz və qarşınızda çox vacib bir dilemma var. Maşını Amerikadan yoxsa Koreyadan gətirməli. Bu sadəcə iki fərqli ölkə seçimi deyil. Bu əslində iki fərqli fəlsəfə, iki fərqli risk səviyyəsi və tamamilə fərqli bir gələcək deməkdir. Gəlin bugün birlikdə araşdıraq, görək hansı yol məhz sizin üçün daha doğrudur. Məsələ əslində çox sadədir. Siz nə istəyirsiniz? Amerikadan, sığorta hərracından alınan, ilkin qiyməti çox cəlbedici olan, amma içi sürprizlərlə dolu bir avtomobil, yoxsa Koreyadan biraz daha baha, amma tarixçəsi təmiz, sizi yolda qoymayacağına əmin olduğunuz bir maşın. Prioritetiniz nədir? İndiki büdcəniz, yoxsa gələcəkdəki rahatlığınız? Yəni, qarşımızda tam fərqli iki yol var. Amerika yolu bir növ risk etməyi sevirəm, bəlkə də daha dolu komplektasiyalı maşını çox ucuza gətirə bildim deyənlər üçündür. Koreya yolu isə daha çox mənim sürprizlərə vaxtım yoxdur, mənə stabil, etibarlı, xərcləri bəlli olan bir avtomobil lazımdır düşüncəli alıcılar üçün daha məntiqli seçimdir. İndi isə gəlin hər iki hekayənin detallarına varaq. Unutmayın, söhbət eyni model Sonatadan getsə də, onun doğum yeri, yəni haradan gəlməsi sizin sahibkarlıq təcrübənizi başdan ayağa dəyişəcək. Gəlin adlarını dəqiq qoyaq. Amerikadan gələn Salvage, yəni zədəli maşın, əslində bir konstruktordur. Siz onu alırsınız, sonra usta axtarırsınız, ehtiyat hissələri tapmağa çalışırsınız və bütün bunları yığıb bir maşın əldə edirsiniz. Koreyadan gələnsə sadəcə açarı tax sür prinsipi ilə işləyən hazır bir avtomobildir. Bütün qərarda məhz bu təməl fərq üzərində qurulmalıdır. Yaxşı, bəs bu avtomobillərin konkret olaraq nə kimi fərqləri var? Gəlin ilk və ən vacib məsələdən, yəni istehsal keyfiyyətindən başlayaq. Həqiqətənmi, maşının hansı zavodda yığılması bu qədər fərq edir? Bu sadəcə internetdə yazılan bir rəy deyil, inanın ki. Demək olar, bütün ustalar arasında bu fikir gəzir. Koreyada öz vətənində yığılan Hyundai və Kia'lar başqa ölkələrdə, məsələn Amerikada yığılanlardan daha dözümlü və keyfiyyətli olur. Avtomobilin doğum şəhadətnaməsi onun gələcək taleyini həll edir desək, yanılmarır. Konkret fərqlərə baxsaq, mənzərə daha da aydınlaşır. Koreyanın Ulsan zavodundan çıxan Sonatalar daha möhkəm yığımı, daha səssiz salonu ilə tanınır. Amma ABŞ-ın Alabama zavodunda yığılan modellərdə bəzən keyfiyyətə nəzarətdə boşluqlar olur. Nəticədə sürücülər salondan gələn cırıltılardan, xırda səslərdən və bəzi elektronika problemlərindən şikayətlənirlər. Bu kiçik görünsə də gündəlik sürüş komfortuna birbaşa təsir edən amillərdir. Və indi gəldik çıxdıq, bəlkə də bizim sürücülər üçün ən həssas, ən vacib mövzuya. Mühərrik seçimləri və bu mühərriklərin bizim yerli yanacaqla nə dərəcədə yola getməsi. Baxın, Amerika bazarı üçün olan 1.6 turbo mühərrik kağız üzərində çox cəlbedicidir. Güclüdür, dinamikdir, amma bir böyük amma var. Bu mühərrik bizim yanacağı, yumşaq desək, heç sevmir. Yüksək oktanlı, keyfiyyətli benzin tələb edir. Bu tələbə əməl etmədikdə isə mühərrikdə yaranan problemlər sizə çox baha başa gələ bilər. Koreyadan gələn 2.0 LP isə tamamilə başqa bir aləmdir. O, zavod tərəfindən birbaşa qazla işləmək üçün hazırlanıb. Bu da o deməkdir ki, hər dəfə yanacaq doldurma məntəqəsinə gedəndə cibinizə real qənaət edirsiniz. Bu rəqəmə çox diqqətlə baxın. 50-60 size. Bəli, düz eşitdiniz. Koreyadan gətirilmiş bir LP mühərrikli Sonata ilə siz yanacaq xərclərinizi demək olar ki, yarıya bayıra azalda bilərsiniz. Bu sadəcə bir statistika deyil, bu hər ay sizin büdcənizdə qalacaq real pul deməkdir. Yaxşı, maşını seçdik. Bəs onu okeanın o tayından Azərbaycana gətirmək prosesi necə gedir? Gəlin indi bu prosesin mürəkkəb, amma həll edici detallarına, yəni daşınma, gömrük və yekun maya dəyərinə baxaq. Düzdür, hər iki yolun son dayanacağı Bakıdır, amma səyahət fərqlidir. Amerikadan gələn maşınlar uzun bir okean səyahətindən keçərək Gürcüstanın Poti limanına çatır. Koreya yolu isə bir qədər daha qısa və çevik ola bilir, xüsusən də dəmir yolu variantı ilə. Bu fərq həm çatdırılma müddətinə, həm də daşınma zamanı yarana biləcək risklərə təsir göstərir. Bu diaqram bəlkə də bütün bu təhlilin ən vacib nöqtəsini bizə göstərir. Diqqət edin. Amerika maşınının ilkin qiyməti aşağı ola bilər, amma o böyük, qırmızı təmir xərci tam bir lotereyadır. O təmirin nə qədərə başa gələcəyini heç kim bilmir və bu xərc yekun məbləği asanlıqla Koreya variantının qiymətini keçə bilər. Koreyadan alınan maşında isə belə bir qeyri-müəyyənlik yoxdur. Nə alırsınızsa odur. Daşınma üsulu seçimi də birbaşa sizin büdcənizə təsir edir. Konteyner daha təhlükəsiz variantdır. Xüsusilə də zədəli, işlək vəziyyətdə olmayan avtomobillər üçün idealdır. Roru isə Koreyadan gələn, özü hərəkət edə bilən, saz vəziyyətdəki avtomobillər üçün daha sürətli və daha sərfəli bir üsuldur. Maşını aldıq, gətirdik, sürdük, bəs sonra? Əsas məsələlər elə bundan sonra başlayır.
Gəlin indi ehtiyat hissələrinin tapılması və avtomobilin mənşənin bizim yerli bazarda, yəni satmaq istəyəndə onun qiymətinə necə təsir etdiyini araşdıraq. Bax bu, bəlkə də ən vacib xəbərdarlıqdır. Bir çox alıcının nəzərdən qaçırdığı və sonra ciddi baş ağrısına çevrilən bir məqam var. Amerika və Koreya bazarı üçün istehsal olunan sanataların bəzi çox vacib ehtiyat hissələri bir-birinə qətiyyən uyğun gəlmir. Bir anlıq təsəvvür edin. Zədəli Amerika maşınınız üçün detal sifariş verirsiniz, həftələrlə gözləyirsiniz, sevincək ustaya aparırsınız, amma gələn detal yerinə oturmursa. Bu təkcə pul itkisi deyil, həm də dəyərli vaxtınızın və əsəblərinizin itkisidir. Məsələn, radiator dayağı, faralar, hətta bamperin altındakı gücləndirici kimi detallar çox vaxt fərqli olur və bu, təmir prosesini əsl kabusa çevirə bilər. Və nəhayət bir gün maşını satmaq istəsəniz nə baş verəcək? Bizim yerli bazarda, məsələn Turboazda, qəzasız LP mühərrikli Koreya sanatası ən likvid, yəni ən tez satılan və dəyərini ən yaxşı qoruyan model hesab olunur. Amma zədəli keçmişi olan Amerika variantının qiyməti isə təmirin keyfiyyətindən asılı olaraq çox dəyişir və adətən daha aşağı olur. Yaxşı, bütün bu məlumatları bir yerə yığdıqdan sonra gəlin yekunlaşdıraq və fərqli alıcı tipləri üçün hansı seçimin daha doğru olduğuna baxaq. Yekun olaraq seçim tamamilə sizin şəxsi prioritetlərinizdən asılıdır. Əgər siz usta bazar gəzməkdən çəkinmirəm, təki ilkin ödənişim az olsun və dolu maşın sürüm deyirsinizsə, Amerika yolu bir variant ola bilər. Amma yox, əgər mən maşını alım, illərlə problemsiz, başım ağrımadan, qənaətlə sürüm deyirsinizsə, o zaman düşünmədən Koreya variantına üstünlük verməyiniz daha məsləhətlidir. Beləliklə, bütün bu təhlilin sonunda qərar yenə də sizindir. Sizin üçün əslində nə daha vacibdir? Daha aşağı ilkin qiymətə görə böyük risklərə getmək, yoxsa bir qədər daha çox ödəyib, uzun illər rahat və problemsiz bir avtomobilə sahib olmaq? Bu sual üzərində ciddi düşünməyə dəyər.